Salam, hər vaxtınız xeyir olsun əziz yoldaşlar. Bildiyiniz kimi bu günlərim, yəni 22 iyun dövlət qulluğu imtahan keçirildi bu günlərim B kateqoriyası üzrə və bu günlərin sizə dövlət qulluğuna B kateqoriyasına düşən imtahan suallarından birini izah eləmək istəyirəm. Konstitusiyadan belə bir sual düşmüşdür. Demək, sualda yazmışdı ki, Milli Məclisin deputatı hansı halda mandatından məhrum edilir? Demək, burada sual asan görünə bilər, amma belə deyək də, bəzi hallar ola bilər ki, məsələn, siz çaşdıra bilər. Tutalım, biz bilirik ki, 7 halda məhrum olunur. A-da yaradıcılıqla məşğul olduqda, xeyr, ümumiyyətlə, deputat elmi pedaqoji yaradıcılıq fəaliyyətindən rahat məşğul ola bilər bildiyiniz kimi. B-də yazır ki, etik davranış qaydalarını pozduqda, xeyr, belə olmalı deyildi, yazmalıdır ki, etik davranış qaydalarını kobud sürətdə pozduqda olsaydı, deyərik ki, düzdür. D-də yazır ki, öz səlahiyyətlərini müvəqqəti itirdikdə, xeyr, bu hal ümumiyyətlə səlahiyyət itirmək, yəni o ayrı haldır, mandatdan məhrum edilmək tam ayrı hal beləsə proseslərdir. Amma C-də bəli, səsvermə hüququnu şəxsən həyata keçirmədikdə, təbii ki də var, biz orada demişik, Konstitusiyamızın 90-cı maddəsinin 3-cü hissəsi səsvermə hüququnu, Milli Məclis deputatları Milli Məclisə səsvermə hüququnu şəxsən həyata keçirmədikdə mandatından məhrum edilir yoldaşlar. Ona görə cavab nədir? Təbii ki, cavab C bəndi yoldaşlar.